Avrupa'nın, Amerika'nın, Rusya'nın, Orta Asya'nın, Hindistan'ın, İran'ın, hatta Gürcistan'ın, Ermenistan'ın onlarla alimləri, şərqşünasları Nadir Şah haqqında əsərlər qələm alıblar. Azərbaycan xalqının dövlətçilik tarixində Nadirin xüsusi yeri və missiyası vardır. Nadirin apardığı döyüşlərin sayı barəsində müxtəlif fikirlər var. Təxminən 160-a qədər döyüş aparıb. Və bu döyüşlərdən heç birində belə deyək ki, obrazdan desək, məğlubiyyət adısını dadmayıb. Bir Fatih kimi məğlub edilməzliyin simvoludur. Bəzən onun Şərqin Napolyon kimi də təsvir edilir, amma əslində özü də Nadir Şah qibtə ilə yanaşırdı. Afşarlar dünyaya bir çox sərgərdələr vermişdir. Onun ən yüksəyi əlbəttə ki, Nadir Şahdır ki, bunun yaratdığı imperiyanın ərazisi 4,5 milyon. Dünyada ahalisinə və ərazisinə görə üçüncü böyük bir dövlət yaratmışdır. Yeni dərsliklər yazılacaq, Azərbaycan xalqının tarixinə bir də nəzər salacaqlar. Görəcəklər ki, bu Azərbaycanın başını uca elləyən, həmişə yad olunmağa qadir olan, layiq olan hökümdarlar olub. Onlardan biri də Nadir Şah. Bugün Azərbaycanın görkəmli dövlət xadimi, Əfşarlar dövlətinin banisi Nadir Şah Əfşarın doğum günüdür. Mirzə Mehdi Asırabadi Nadirin hicri təqvimlə 1101-ci ilin Məhərrəm ayının 28-də, miladi təqvimlə 1689-cu ilin bugünündə doğulduğunu deyir. Fərasətli, əyilməz iradəsi və qətiyyətli xarakteri ilə diqqəti özünə cəlb edən Nadiri bəzi dövlətlər öz tarixi sərkərdələri adlandırsalar da, Nadir Şah Əfşar Azərbaycan xalqının ən tanınmış, ən cəsur və ən qüdrətli qəhrəmanlarından biridir. Çox təəssüf ki, ölkəmizin daxilində xalqın yaddaşında 100 illər ərzində özünə layiqli yer tutmuş, görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Ağa Məhəmməd Şah Qacar, Nadir Şah Əfşar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər də var. Nadir Şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir. O, tarixin gedişini dəyişdirən dahi sərkərdədir. Can verməkdə olan əraziləri Əfqan tayfaları, Osmanlı və Rusiya imperiyaları arasında bölüşdürülmüş Səfəvi imperiyasının bütün ərazilərini azad etmiş, hətta Hindistanın bir sıra ərazilərini, Orta Asiyanı fəth edib daha böyük bir imperiya, Əfşarlar imperiyasını yarada bilmişdi. Nadir Şah keçirdiyi demək olar ki, bütün açıq döyüşləri, o cümlədən uduzulmaqda olan döyüşləri qələbə ilə başa çatdıran cəsur döyüşçü və təkrarsız sərkərdədir. Daha ağrılı, daha dərin təəssüf doğuran hal budur ki, bəzən dünyanın hər yerində çox görkəmli tədqiqatçıların olduqca yüksək qiymət verdiyi Nadir Şah Əfşar kimi dahi tarixi şəxsiyyətlərimizi də öz içimizdə elə özümüz ləkəliyirik. Belə addımı ixtisası tarixçi olan alimlər atdıqda lap məttəl qalırsan. İnana bilmirsən ki, çökmüş Səfəvi imperiyasını yenidən dirçəldən, həmin imperiyanı öz aralarında bölüşdürmüş Çar Rusiyası və Osmanlı hərbi qüvvələrini şərqdən hücum etmiş Əfqan müdaxiləçilərini qovub ölkədən çıxaran yeni Azərbaycan Əfşarlar imperiyası kimi geniş ərazili bir dövlət yaradan, Hindistanı öz imperiyasından asılı hala salan, misilsiz sərkərdəli istedadı ilə tarixi inkişafın gedişini öz ölkəsinin xeyrinə dəyişdirə bilən mənsub olduğu xalqın ağır faciəsi olan məhzəb ayrılığını ləğv etməyə çalışan, həyata keçirdiyi inzibati ərazi islahatı ilə bütün tarixi Azərbaycan torpaqlarını bir vilayətdə birləşdirən və dünyada Şərqin Napolyonu kimi məşhur olan dahi sərkərdəni unutmağı tarix bizlərə heç vaxt bağışlamaz. Nadir Şah kimi dahilər barədə yazı yazmaq üçün əlinə qələm alanlar unutmamalıdırlar ki, bu cür şəxsiyyətlərə gördükləri böyük işlərə görə qiymət verilir. Məyər İskəndər, Böyük Karl, Pyotr, Napolyon, Bismarck və başqaları öz məqsədlərinə qan tökməklə nail olmuşdular? Əgər kasıb, zəhmətkeş bir Əfşar ailəsindən çıxmış igid, dəliqanlı, öz hərbi sərkərdəli istedadına, göstərdiyi qəhrəmanlıqlara görə böyük Səfəvi imperiyasının hərbi qüvvələrinin başçısı səviyyəsinə yüksələ bilibsə,
Son Səfəvi hökmdarlarının səriştəsizliyi ucbatından ölkə dövlət müstəqilliyini itirdiyi zaman bütün xarici qüvvələri məğlub edib çökmüş imperiyanın yerində yeni Azərbaycan, Əfşarlar imperiyası yarada bilibsə, hətta Hindistan kimi böyük ölkəni öz dövlətindən asılı hala salmağa nail olubsa, biz nə üçün belə şəxsiyyətin və onun kimi dahilərin fəaliyyətində qüsurlar axtarışına çıxmalıyıq? Bəli, Nadir Şah sərt bir mühitin övladı idi. Yeniyetməykən atasını, sonra da anasını itirmiş. Bütün ailəni dolandırmaq yükü onun boynuna düşmüş. Hər cür məhrumiyyət görmüşdü. Tayfasının düşmənlərindən qisas almaq üçün başına dəliqanlılar toplamış, döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə ad-san qazanmışdı. Belə istedadlı sərkərdələrə möhtac olan Səfəvi şahları da onu xarici müdaxiləçiləri dəf etmək üçün köməyə çağırmış, imperiya ordusu taleyini bu igid sərkərdəyə tapşırmışlar. Bu cür başlanmışdı böyük sərkərdənin həyat yolu. Bəli, Nadir Şah satqınları, xainləri, dedikoduçuları, qorxaqları, saray hiləgərlərini sevmirdi və onlara layiq olduğu cəzanı verirdi. Lakin dara çəkmək üçün çağırtdırdığı Şəki hakimi Hacı Çələbi kimi sözü qorxmadan üzə deyə bilən cəsurların isə boynundan ipi çıxartdırıb azad edirdi. Bu da tarixi həqiqətdir ki, Nadir Şah Əfşar son Səfəvilərdən fərqli olaraq başçılıq etdiyi imperiyanın torpaq itirməsinə yol vermirdi. Ən ağır döyüşlərdə şəxsi igidlik göstərərək azad etdiyi torpaqlarda mərkəzi hakimiyyətə qarşı qiyamlar qalxarkən amansız olurdu. Dövlətin sərhədlərinin pozulmasına imkan vermirdi. Unutmaq olmaz ki, məhz Nadir Şah dövründə xalqımızın düşmənləri nə Azərbaycan torpaqlarına, nə də onun yaratdığı böyük Əfşar imperiyasına hücum etməyə cəsarət göstərə bildilər. Lakin onun ölümündən sonra tarixi inkişafın gedişi dəyişdi və Azərbaycan torpaqları bölüşdürüldü. Nadir Şah dahi sərkərdə olmaqla yanaşı müdrik hökmdar idi. O, Səfəvilərdən fərqli olaraq dünyəvi dövlət qurmuş, İslam dünyasını parçalayan Sünni-Şiə ayrılığına qarşı çıxmışdı. Bununla da Nadir Şah ilk növbədə Osmanlı imperiyası ilə dini zəmində ixtilafı aradan qaldırmaq istəyirdi. Unutmaq lazım deyil ki, tarix yalnız daxi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlar və nurlu əməllərin sayəsində nəsillər yaddaşına həkk olur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir Babək, Şəmsəddin Eldəniz, Nadir Şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş edib. Yazdığınız hər bir əsərdə, söylədiyimiz hər bir fikirdə Azərbaycançılıq ruhunu uca tutaraq qüdrətli tarixi şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi keçmişimizə sahib çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs borcudur. Bu borcu layiqincə qaytarmağa çalışan Əfşarlar nəslinin nümayəndəsi, tarixi yazar Cahangir Hüseynovun Nadir Şah haqqında yazdığı əsər dahi sərkərdəyə və Azərbaycan tarixinə verilən əvəzsiz qiymətdir. Nadir Şahın tədqiqatçısı kimi 2014-cü ildə mən də Azərbaycan Nadir Şah Əfşar Dövləti adlı kitabı qələmə aldım. Tarixçi olmasam da tarix elminə xüsusi böyük bir marağım, istəyim var idi. Təəssüflər olsun ki, Azərbaycanda mənim kitabıma qədər heç bir elmi, tarixi əsər yazılmamışdı. Romanlarımız var idi. Türkiyə getdim, İstanbulda 2 il tədqiqat apardım. Gürcüstan arxivlərində, ondan öncə Moskvada arxivlərində materiallar toplamışdım. İranda oldum, Məşhəddə oldum, Tehranda oldum, Təbrizdə oldum. Hətta Vatikana getdim, Vatikan arxivlərinə baxdım, müəyyən sənədlər topladım. Və 2014-cü ildə Azərbaycan Nadir Əfşar Dövləti adlı bir monoqrafik kitab qələmə aldım. Bu kitabda mən Nadirin həyatı, hərbi quruculuğu, Azərbaycan bəylərbəyliyin yaranması, Nadirin şah elan olunması, Məşhəddə ikinci bir qurultay keçirdib, dini islahatlar eləyib, Cəfərin məzhəbinin qəbul olunması, Nadirin sui-qəsdi, ona qarşı olan qətilyam hadisəsi, həmçinin Nadirin Azərbaycançılığı və Türk dövlətlərinin tarixinə bir qısa ekskurs etdim. Londonun, Fransanın,
Hollandiyanın, hətta Amerikanın Birləşmiş Ştatlarında, Chicago'da 18-ci əsrdən 20-ci əsrin sonuna qədər və bu gün də Nadir haqqında monoqrafik əsərlər yazılır. Onların şərqşünasları, tarixçiləri bu əsərləri öz tədris etdikləri universitetlərdə keçirdirlər. Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda Nadirin 27 məktubu müəyyən olundu. Həmçinin Türkiyənin mərkəzi arxivində də Nadirin Osmanlı Sultanı Mahmud ilə yazışmalarını arxivdən götürə bildik. Və bu məktubların da hamısı yenidən Türkiyədə 2015-ci ildə Azərbaycan Nadir Əfşar Dövləti adlı kitab kimi çapdan çıxdı. İstanbulun və Türkiyənin əksər bələdiyyələrində təqdimat keçirildi. Ən böyük təqdimatımız isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu'nun da ön söz yazdığı həmin kitab, həmçinin Türkiyənin İstanbul Anadolu Aydınlar Ocağında keçirdiklərimiz təqdimatlar mənə elə gəlir ki, həm tamaşaçılar üçün